Allah. Əziz abituriyentlər, əziz şagirdlər, hər birinizi, əziz müəllimlər, hər birinizi salamlayıram. Bizim bugünkü mövzumuz Rusiya olacaq. Rusiya mövzusunu 17-ci əsrdən 19-cu əsrinə qədər olan əsas dövrünə nəzər yetirəcəyik. İlk öncə gəlin 17-ci əsr haqqında məlumat verək. 17-ci əsrdə Rusiyada siyasi dağınıqlıq dövrüdür. Daxili çəkişmələr baş verir, münaqişələr gedir. Tez-tez hakimiyyət dəyişikliyi baş verirdi. Nəticədə bu qədər münaqişələrin nəticəsində 1613-cü ildə hakimiyyətə Romanovlar sülaləsi gəlir. Romanovlar 1917-ci ilə qədər hakimiyyətdə olmuşdu. Bununla bağlı qəbul imtahanına düşməsə də, demin sınaq imtahanlarında belə bir sual düşmüşdü ki, xəritədə göstərin 1613-cü ildə və 1603-cü ildə hakimiyyətə gələn dövlətlərin yerini xəritədə göstərmək lazım idi. 1603-cü ildə hakimiyyətə gələn dövlət də, sülalə də Stuartlar sülaləsidir. Bu, yenə təkrar düşə bilər deyə bu sualı verdim. İndi, Romanovlar sülaləsi 1917-yə qədər hakimiyyətdə olur. 17-ci əsrin ikinci yarısında Rusiyanın sosial-iqtisadi vəziyyəti necədir deyir. Deyir ki, ümumiyyətlə şəhərlər sənaye ticarət mərkəzinə çevrilmişdi. Kənd yerlərində sənaye malları istehsal olunurdu. Sənətkarlar artıq öz malı sifarişlə deyil, həm də satmaq üçün məhsul istehsal edirdilər. Tutaq ki, əvvəl sənətkar ancaq sifariş götürənə məhsulu hazırlayırdısa, indi satmaq üçün də məhsul hazırlayır, çünki hazırladığı məhsul satılırdı. Məhz bu məhsulların satılması şəhərlərin inkişaf etdirilməsinin əsas səbəblərindən biri oldu. Bir də burada qarışıq cümlələrdən biri də odur ki, sənaye kapitalizmin ilkin mərhələsi. Sənaye kapitalizmin ilkin mərhələsi dedikdə, orada xırda əmtə istehsalı nəzərdə tutulur ki, bu xırda əmtə istehsalı da muzlu əməyin tətbiqinə əsaslanırdı. Və bu dövrdə Rusiyada əcnəbilər tərəfindən ilk manufakturalar yaradıldı. Əcnəbilərlə yanaşı həm də deyir, yerli zadəganlar da manufakturalar yaradırdılar. Xüsusilə Rusiyada açılan manufakturalardan biri də məhz silah manufakturası idi ki, bu sırf belə deyək, dövlətin sifarişini yerinə yetirirdi deyir, həmin manufakturalar. Və bu manufakturalarında əsas istehsalçı qüvvəsi bir muzlu işçilərdir və təhkimli kəndlilərdir. Rusiyada daxili və xarici ticarət bu manufakturaların açılması sayəsində məhz daxili və xarici siyasət xeyli inkişaf etmişdir. Xüsusilə deyir, tacirlər ölkədə istehsal olunan məhsulları daha uzaq bölgələrdə yüksək gəlirlə sata bilirdilər. Bu da ümumi Rusiya bazarının, vahid ümumi Rusiya bazarının yaranmasına səbəb oldu. Qərbi Avropa ölkələri ilə ticarətdə Arxangelsk, Asiya ölkələri ilə ticarətdə isə Həştərxan şəhəri limanları vasitəsilə deyir, həmin ölkələrə mal daşınır və yaxud da məhsul aparılırdı. Ölkə daxilində manufakturaların inkişafını dəstəkləmək üçün proteksionist tədbirlər həyata keçirilir. Bu proteksionist tədbirdə nə nəzərdə tutulur? Məlumdur ki, daxili bazarı dəstəkləməlidir. Bəli, daxili bazarı dəstəkləyir, daxili ticarət rüsumları ləğv edilir, xarici tacirlər üçün gömrük rüsumları isə artırılmışdır. Və onun da üzərinə bu proteksionist tədbirləri dəstəkləmək üçün 1667-ci ildə yeni ticarət nizamnaməsi qəbul edilir. Həmin yeni ticarət nizamnaməsində deyir ki, xaricilər Rusiya bazarlarında pərakəndə məhsul satmaq, xaricilərə Rusiya bazarında pərakəndə mal satmaq, yəni tək-tək mal satmaq qadağan edilir. Əgər o gətirir, məhsul satırsa, bunu tək-tək yox, topdan satmalıdır. Baxın, budur. Bu əsas məsələ. 1667-ci ildə Səfəvilər dövlətində qeyd edərsiniz rəylərdə, 1667-də Səfəvilər dövlətində ruslarla nə cür müqavilə imzalanmışdır, müqavilədə nə nəzərdə tutulurdu. Bunu da dedikdən sonra keçirik indi 17-ci əsrdə Rusiyanın daxili siyasi vəziyyətinə. Ümumiyyətlə, daxili siyasi vəziyyət dərsin əvvəlində də dedik ki, siyasi dağınıqlıqdır və dağınıq ölkədir və feodal təhkimçilik münasibətləri burada hökm sürür. Hakimiyyət, qeyri-məhdud hakimiyyət çara məxsus idi. Mütləqiyyətin əsas dayağı olan Zemstvo məclislərdir, az-az, yalnız hökumətin təşəbbüsü ilə çağırılırdı və feodal qaydaları günü-gündən
daha da ağırlaşdırılırdı. Hətta feodal qaydalarını, feodal təhkimçilik münasibətlərini rəsmiləşdirilən məclis qanunnaməsi də hazırlanmışdır. Həmin məclis qanunnaməsində nəzərdə tutulurdu ki, feodal təhkimçilik münasibətləri möhkəmləndirilir, kəndli qəti olaraq feodala təhkim edilir və o təhkim olunduğu yeri tərk edib başqa yerə gedə bilməzdi. Və zadəganın mülklərinin irsən keçməsi hüququ təsdiq edildi. Yəni burada zadəganların imtiyazları artırılmış, hüquqları artırılmış, amma feodal təhkimçilik münasibətləri, kəndlərin vəziyyəti isə daha da pisləşmiş və feodal təhkimçilik münasibətləri rəsmiləşdirilmişdir. Ümumiyyətlə bizdən soruşsaq ki, Rusiyada təhkimçilik münasibəti nə vaxt yaranmışdı? Deyirik ki, 1497-ci ildə. Və bizdən soruşsaq ki, feodal qaydaları, təhkimçilik münasibətləri nə vaxt rəsmiləşdirildi? Biz bunu götürəcəyik 1649-cu il. Bizdən soruşsaq ki, feodal təhkimçilik münasibətləri nə vaxt ləğv edildi? Biz o zaman bunu götürəcəyik 1861-ci il. 2-ci Aleksandrın hakimiyyəti dövründə fevral ayının 19-unu təhkimçiliyin ləğv edilməsi haqqında qanun qəbul etmişdir. Deməli, təhkimçiliyin yaranmasını 1497, təhkimçiliyin rəsmiləşdirilməsi 49, ləğvi isə 1861-ci ildir. Və beləliklə, məclis qanunaməsi ilə Rusiyada təhkimçilik asılılığının rəsmiləşdirilməsi prosesi həm də başa çatmış olur. 17-ci əsrdə Rusiyanın həm daxili siyasətinə baxdıq, həm də onun siyasi vəziyyətinə baxdıq. Gəlin indi xarici siyasətinə baxaq. Rusiyanın 17-ci əsrin ikinci yarısında qarşısında duran əsas məsələlərdən biri Ukrayna və Belarusiyanı özünə birləşdirmək, Baltik dəniz sahillərinə çıxış əldə etmək və Osmanlı hakimiyyəti altında olan Qara dəniz sahillərinə yiyələnmək idi. Məhz burada Ukrayna uğrunda mübarizəni o Reçpospolita və İsveçrə aparmışdır və biz bilirik ki, yəni Ukrayna uğrunda həm Rusiya, həm Reçpospolita, həm İsveç mübarizə aparır. Reçpospolita bilirsiniz ki, 1569-cu ildə Polşa və Litva dövlətlərinin birləşməsi nəticəsində Reçpospolita dövləti yaranıbdır. Reçpospolita dövləti də sonra 3 dövlət arasında 1795-ci ildə bölüşdürülür. Bu da Rusiya, Avstriya və Prusiya arasında bölüşdürülmüşdür. İndi gəlin Reçpospolitanın hələ ki yeni yarandığı dövrdən danışaq. Yeni yarandığı dövrdən dedikdən bu 17-ci əsr dövründən danışaq. 17-ci əsrdən danışanda deyirik ki, Ukrayna uğrunda mübarizə gedir. Ukrayna uğrunda Reçpospolita ilə Rusiya 1654-1667-ci ildə mübarizə aparırlar. 67-də qalib gələn Rusiya olur. Rusiya qalib gələrək sol sahil Ukraynasını ələ keçirir. Sol sahil Ukraynası ilə yanaşı həmçinin Kiyevi də ələ keçirmiş olur. Yəni Kiyev daxil olmaqla sol sahil Ukraynasını ələ keçirir və Belarusiyanın bir hissəsini ələ keçirmiş olacaqdır. Və Rusiya bu dövrdə, yəni 17-ci əsrin ikinci yarısında Rusiya Sibirə axınını davam edirdi. Yəni Sibirə axını davam edirdi. Rusların Sibirə axını davam edir və Sakit Okeana qədər olan torpaqlar Rusiyaya birləşdirildi. Və biz burada sonra Reçpospolita 17-ci əsrin ikinci yarısında həm də Reçpospolita ilə Rusiyanın yaxınlaşdığını görəcəyik. Baxın, 1667-də bunlar müharibə aparırlar bir-birilə və müqavilə imzalayırlar 54-dən 1667-yə qədər. Və 1686-cı ildə onlar yenidən yaxınlaşırlar. Bu yaxınlaşmanın əsas səbəbi nədir? Səbəb ondan ibarət edir ki, Roma papasının təşəbbüsü ilə Osmanlı dövlətinə qarşı birlik yaradılır və bu birlikdə Reçpospolita, Venesiya və Malta var idi. Və Reçpospolita istəyirdi ki, bu anti-türk cəbhəsinə Rusiya da daxil olsun və bunun üçün müəyyən işlər aparır. Və 1686-cı ildə Reçpospolita və Rusiya arasında müqavilə imzalanır və müqavilənin nəticəsində deyir ki, Rusiya və Reçpospolita münasibətləri yaxşılaşdı. Rusiya ilə Reçpospolitanın daxili düşmənçiliyinə son qoyuldu. Reçpospolita pravoslavların din azadlığını təmin edir və onların müdafiə edən Rusiyanı tanıyırdı və yaxud da onların müdafiə hüququnun Rusiyada, yəni onların müdafiə hüququnun Rusiyada olduğunu da qəbul edirdi. Və 17-ci əsrin ikinci yarısında deməli həm Reçpospolita ilə mübarizə aparır Rusiya, Ukraynanın sol sahilini ələ keçirir, Belarusiyanın bir hissəsini ələ keçirir. Sonra Osmanlı dövlətinə qarşı deməli Reçpospolita ilə eyni cəbhədə yer alır, müqəddəs birlikdə yer alır. Və bu müqəddəs birlik də kim tərəfindən yaradılıbdır deyəndə deyirik ki, Roma papası tərəfindən
yaradılmışdır. Və Rečpospolita ilə Rusiyanın həm də 17-ci əsrin ikinci yarısında tarixi düşmənçiliyinə son qoydu. Və 17-ci əsrin ikinci yarısında Rusiya Sakit Okeana qədər olan əraziləri özünə birləşdirir. Lakin Krıma ələ keçirmək üçün edilən yürüşlər isə nəticəsiz qalır. İndi biz gəlirik Pyotrun hakimiyyəti dövrünə. Pyotr 1682-ci ildən 1725-ci ilə qədər hakimiyyətdə olmuşdur. Onun əsas məqsədlərindən biri Qara dəniz sahillərini ələ keçirmək, Bosfor və Dardanel boğazlarını tutaraq Aralıq dənizinə çıxmaq istəyirdi. Ümumiyyətlə, Rusiyanın iqtisadi baxımdan inkişafına mane olan əsas səbəblərdən biri onların dənizlərə çıxışının olmaması idi və bu məqsədlə 1-ci Pyotr Qara dəniz sahillərini ələ keçirmək üçün mübarizə aparır. Lakin o ilk mübarizəsində, yəni 17-ci əsrin sonlarında apardığı mübarizədə yalnız Azov qalasını ələ keçirir və bundan sonra artıq o Avropa ölkələrinə, yəni sırf Qara dənizə çıxış əldə etmək üçün Avropa ölkələrinə elçilər göndərir ki, orada gəmiçiliyi öyrənə bilsinlər və oradakı yenilikləri öyrənib həmin elçilər Rusiyaya gətirməli idilər və həmin böyük elçiliyin tərkibində, yəni Qərbi Avropaya gedən bu böyük elçiliyin tərkibində həm də Pyotr özü də iştirak edirdi və Pyotr illərlə deyil burada gəmi düzəltmədə işləyir, artilleriya işini Avropada qayda qanunları öyrənir və gəlib öz ölkəsinə tətbiq edir. O, Osmanlı dövlətinə qarşı ittifaq yaratmaq istəyir, lakin yarada bilmir. Yaratdığı isə Şimal İttifaqı olur. Şimal İttifaqına qoşulan dövlətlər isə Danimarka, Saksoniya, Rečpospolita və Rusiya idi. Şimal İttifaqı yaradıldıqdan sonra Şimal müharibəsi başlayır. Şimal müharibəsi Rusiya ilə İsveç arasında gedən mübarizədir. Bu mübarizə nə az nə çox 21 il davam etmişdir. Yəni 1700-dən 1721-ci ilə qədər davam edibdir. Bu müharibənin əvvəlində Rusiya məğlub olurdu. Rusiya görür ki, müharibənin əvvəlində məğlub olur və Pyotr təcili islahatlar keçirir. Və islahatların nəticəsindən, islahatlar keçirdikdən sonra nəticə etibarilə qalib gəlməyə başlayırlar. Hətta bu Şimal müharibəsinin taleyini həll edən əsas döyüşlərdən biri 1709-cu ildə baş verən Poltava döyüşüdür. Poltava döyüşündə Ruslar qalib gəlir. İsveç kralı 12-ci Charles Osmanlı torpaqlarında gizlənir. Və 1711-ci ildə 1-ci Pyotr İsveç kralını təqib etmək üçün yürüşə çıxır. O Osmanlı dövlətinin ərazisinə gəlib çatır və Osmanlı dövləti ərazisində də 1711-də mühasirəyə düşür. Və onun mühasirəyə düşdüyünü əslində Osmanlı dövləti bilmirdi və həmin ildə də Osmanlı və Rusiya arasında Prut çayı sahilində müqavilə imzalanır. Müqavilənin şərtinə görə Rusiya Azov qalasını Osmanlı dövlətinə qaytarır. Rusiya İsveç kralının ölkəsinə qayıtmasına da şərait yaratmalı idi. Prut sülhündən sonra Rusiya Şimal müharibəsini uğurla davam etdirdi və 1721-ci ildə Niştat müqaviləsi imzalanır və 1721-ci ildə başa çatan Rusiya-İsveç müharibəsinin yekununda qalib gələn dövlət Rusiya olur. Rusiya artıq öz istəyinə nail olur, Baltik dənizinə çıxış əldə edir və Şimal müharibəsindən qələbədən sonra 1-ci Pyotr imperator, Rusiya isə imperiya adlanmağa başlayır və mütləq monarxiya yaranır. Əgər bizdən soruşsalar, nə vaxt ölkədə imperiya adlanmağa başlayır və yaxud da Pyotr imperator, bu zaman deyirik ki, Şimal müharibəsindən sonra, yəni 1721-ci ildən etibarən Rusiya imperiyadır. Və bizdən soruşsa ki, nə vaxt mütləq monarxiya yaranıb, yenə də 1721-ci il götürəcək. Ümumiyyətlə, Rusiyada islahatlar keçirilib. Yəni, bu islahatlarda gəlin hər birinə bir diqqət yetirək. Pyotrun keçirdiyi islahatlardan biri İlk öncə hərbi islahatdır, yəni ən önəmli olan islahatlardan biridir və xüsusilə də Pyotr hərbi məsələyə çox ciddi fikir vermişdir. Hərbi islahatda Rusiyada rekrut, yəni əskər qaydası ilə güclü nizami ordu yaradılır, tarixin ilk hərbi donanması yaradılır. Zabitlər əsasən zadəganlardan təyin olunsa da xidmətdə fərqlənən əskərlər də zabit ola bilirdi. Ordu daimi piyada və süvarilərdən təşkil olunurdu. Odlu silah istehsalının genişləndirilməsi üçün manufakturalar tikilmişdir. İdarəetmə sahəsində əldə edilən nailiyyətlərdən biri Rusiyada kollegiyalar yaradıldı. O cümlədən Senat 1711-də yaradılır. Senat həm icra hakimiyyətidir, həm də məhkəmə səlahiyyətləri var idi və sonradan isə dövlət orqanlarına Senat 1711-də yarandı, üzvləri çar tərəfindən təyin olunur. İcra və məhkəmə səlahiyyətləri var. Sonradan isə
dövlət orqanlarını nəzarət etməyə başlamışdır. 1722-ci ildə 1-ci Pyotr tərəfindən rütbələrə dair cədvəl qəbul edilir. Bu rütbələrə dair cədvəldə 14 səviyyə müəyyən edilirdi. 8-ci səviyyəyə çatan şəxs zadəgan adı alırdı. Yəni bu rütbələr haqqında cədvəldə artıq vəzifəli şəxslər ailələrin nəcibliyinə görə yox, yəni artıq deyək ki, vəzifələr deyir, ailələrin nəcibliyinə görə yox, şəxsi qabiliyyətə görə vəzifə tuta bilirdi. Və 8-ci dərəcəyə çatan da deyir ki, zadəgan olma hüququ əldə edirdi. Bu idarəetmədir və idarəetmədə bu cür tədbirlərin həyata keçirilməsidir. Rusiyada mütləq monarxiyanın formalaşmasını başa çatdırdı. Din islahatında isə kilsə dövlətə tabe edildi. Mədəni təhsil sahəsində islahat, teatr, qəzet və Dövlət Kitabxanası, Elmlər Akademiyası yaradıldı, təqvim və əlifba islahatı keçirildi. Və bir də Pyotr deyir, təhsilə çox önəm verir və 1714-cü ildə qərar imzalayır ki, kim ki riyaziyyatı və cəbri bilmir, yəni də səni öyrənməyənə ailə qurmağa qadağan edən bir qanun da qəbul etmişdir. Ticarətdə isə, bəli, xarici ticarət xeyli genişləndirildi. Eyni zamanda daxili ticarəti gücləndirmək üçün xaricdən gətirilən məhsullardan yüksək gömrük rüsumu da alınırdı. Bu da Pyotrun islahatlarıdır və nəticə etibarilə Rusiya, bəli, bu islahatların nəticəsində xeyli inkişaf edir. Hətta Voltaire deyir ki, Avropalıların 500 ildə əldə etdiklərini Rusiya Pyotrun sayəsində 50 ildə əldə edir. İkinci Yekaterinanın hakimiyyəti dövrü isə 1662-1796-ya qədər hakimiyyətdədir. O 1762-ci ildə hakimiyyətə məhz çevriliş nəticəsində gəlmişdir. Yekaterinanın hakimiyyəti dövründə zadəganların hüquqları daha da artırılır. Hansı ki, zadəganlar kəndlilər üzərində, torpaqlar, yeraltı sərvətlər üzərində tam sahiblik hüququ aldılar. Dövlətə məcburi xidmətdən, vergidən, cismani cəzalardan azad olundular zadəganlar. Əslində bunun əvvəlki dövrlərdə ili var idi və hətta bu zadəganlar haqqında qəbul edilən qanun 1785-ci ildə, indi artıq o yoxdur. Yoxdursa sizin işiniz daha da asanlaşır. Belə və burada biz bir Yekaterinanın dövründə şək məsələsini də bilirik. Bu şək məsələsi Osmanlı dövlətində uzun-uzadı danışmışdıq. İndi və bu onun hakimiyyəti dövründə bir digər bir məsələ isə Rusiyanın təşəbbüsü ilə zəifləmiş Reçpospolita ləğv olunaraq 3 dövlət arasında 1795-ci ildə bayaq dediyimiz Rusiya, Avstriya və Prusiya arasında bölüşdürülmüşdür. Həmçinin də bayaq dedik ki, 17-ci əsrdə Belarusiyanın bir hissəsi də ələ keçirmişdi. Amma görünən odur ki, sonradan o həm sağ sahil Ukraynasını və bütün Belarusiyanı ələ keçirir. 17-ci əsrin ikinci yarısında sol sahil Ukraynasını ələ keçirmişdirsə, 18-ci əsrin ikinci yarısında sağ sahil Ukraynasını da ələ keçirir. Bütün Belarusiyanı da ələ keçirir. Litva, Kurlandiyanı ələ keçirmiş olur. Və burada əsas məqsədlərdən biri də əlbəttə ki, Qara dənizə çıxış əldə etməkdir. Unutmayaq ki, Baltik dənizə çıxış əldə edən Pyotrdur. Qara dənizə çıxış əldə edən, çıxışı təmin edən isə Yekaterina olmuşdur. Yekaterinanın dövründə Rusiya ilə Osmanlı müharibəsi olmuş və bu Rus-Osmanlı müharibəsi nəticəsində İkinci Yekaterina Qara dənizə çıxış əldə edə bilmişdir. 1768-ci ildə Osmanlı dövləti İngiltərə və Fransanın təhriki ilə Rusiyaya müharibə elan etdi. Müharibə nəticəsində qalib gələn tərəf Rusiya oldu. 1774-cü ildə Kiçik Qaynarca müqaviləsi ilə başa çatdı. Kiçik Qaynarca müqaviləsinə görə Rusiya öz məqsədlərinə çataraq tarixdə ilk dəfə Qara dənizdə üzmək, Bosfor və Dardanel boğazlarına sərbəst keçmək hüququ əldə edir. Osmanlı dövləti Krım xanlığının müstəqilliyini tanıyır və Ruslar Osmanlı imperiyasında yaşayan pravoslavlar üzərində güzəştlər qazandılar. Bu isə onları Osmanlıya qarşı təhrik etməyə şərait yaradır da deyir. Və 1783-cü ildə yaranan qarşılıqlıqdan istifadə edən Rusiya Krımı işğal edir və bundan sonra Krımı qaytarmaq üçün Osmanlı dövləti növbəti dəfə 1787-ci ildə Rusiya ilə növbəti müharibəyə başlayır. Bu müharibə də 1791-ci ilə qədər davam etmişdir. 1791-ci ildə Yaxsı müqaviləsinin imzalanması ilə başa çatmışdır. Bu müqaviləyə görə Cənubi Buqdandan Dnestr çayına qədər olan ərazilər Rusiyaya keçməsini qəbul etdi. Krım və Şərqi Gürcüstan Rusiyanın himayəsində olmasını qəbul etmiş oldu. Və Yekaterinanın hakimiyyəti dövründə Azərbaycan əsas xammal, əlverişli xammal mənbəyi satış bazarı olaraq görürdülər. Və burada Azərbaycanın Zubovun başçılığı ilə 1796-cı ildə Yekaterinanın hakimiyyəti dövründə
Azərbaycana qoşun gəlir və bu qoşun Azərbaycanda çox qala bilmir. Yekaterinanın ölüm xəbərini eşidərək Azərbaycandan çıxır və bundan sonra hakimiyyətə 1-ci Pavel gəlir. Yekaterinanın oğlu və 1-ci Pavel qadınların bundan sonra Rusiyada hakimiyyətə gəlməsini qadağan etmişdir. Və bundan sonraki 19 və 20-ci əsrin əvvəllərinə aid olan hissələri də növbəti video izahda izah edəcəyik.